Aleykuməssəlam və rəhmətullahi və bərəkatuhu. Bəli, cənabətli halda Quran oxumaq olmaz. İstər bu mushafdan olsun, istər əzbərdən olsun. Qurandan hər hansı bir ayəni oxumaq olmaz, ta ki, cənabətdən qüsul alana qədər. Lakin burada bir məsələ var, o da qadınlarla bağlıdır. Hansı ki, həmin qadınların qüsul almaq əlində deyil. Nifasla bağlı olsun, heyzlə bağlı olsun, yəni qadın xəstəliklərlə bağlı olan məsələlərdən biri olarsa, bu halda elm əhli deyir ki, həmin o qadın Quranı unutmaması üçün, xüsusən də həmin qadın hafizdirsə və yaxud da ki, Quran əzbərləyirsə və yaxud da ki, müəllimədirsə və s. Bu halda həmin o qadına Quran oxunmasına icazə verilir. Yəni, Quran oxunmasında bir problem yoxdur. Əzbərindən oxuyur və yaxud da ki, telefon vasitəsilə, indi müasir vasitələrdən və yaxud da mushafdan oxuya bilər, bir şərtlə ki, əlinə almadan, yəni parça vasitəsilə toxunaraq, yəni bu şəkildə birbaşa mushafa təmas etmədən. O ki, qaldı kişilərə isə kişilərə olmaz. Çünki kişilərin, belə deyək, cənabət qüslu alma imkanı əlindədir. Yəni, qüsul pozulduqdan sonra o qüsul ala bilir. Yəni, qadınlar onun müddətini gözləyir ki, həmin o gün bitsin. Bu uzun da çəkə bilər və s. Lakin kişilərdə belə bir hal olmadığına görə həmin o kişi cənabətdə olduğu halda istər mushafdan, istər əzbərdən Quran oxumur, ta ki, cənabət qüslu alana qədər. Doğrusunu Allah bilir.